Salam uşaqlar, bugünkü dərsimiz tənəffüs sistemidir. Tənəffüs sistemi hansı canlılarda vardır, hansı canlılarda yoxdur? Ümumiyyətcə canlılar tənəffüs edirmi, etmirmi, edirsə necə edir? Bugün o barədə danışacağıq. Tənəffüs etmək bütün canlıların xas olan xüsusiyyətidir. Biz canlını cansızlardan fərqləndirən xüsusiyyətlərin içərisində biz ilk dərslərimizdə söyləyəndə tənəffüs etmək qabiliyyətinin də olduğunu söyləmişdik. Yəni canlılar hamısı tənəffüs edər. Burada fərqi yoxdur. Bir hüceyrəli canlıdır, çox hüceyrəli canlıdır. Tənəffüs sistemi varmı, yoxmu? Bütün canlılar tənəffüs edər. Bəs tənəffüs sistemi varmı, yoxmu sualımızı biz necə başa düşürük? Biz demişdik ki, hüceyrələr birləşib toxumalar əmələ gətirər, toxumalar birləşib orqanları, orqanlar orqanlar sistemini, orqanlar sistemini isə orqanizm əmələ gətirər. İndi tənəffüs sistemi biz nədə dedik? Orqanlar sisteminin içərisində dedik. Yəni orqanlar sisteminin olması üçün orqan olmalıdır. Yəni tənəffüs sisteminin olması üçün tənəffüs orqanları olmalıdır. Tənəffüs sisteminin orqanlarının olması üçün isə deməli bu çox hüceyrəli canlı olmalıdır. Bəs onda bir hüceyrəli canlılar tənəffüs etmirmi? Edir. Mən dedim axı bütün canlılar tənəffüs edər. Əgər bu canlı bir hüceyrəlidirsə, yenə tənəffüs edəcəkdir. Tənəffüs sistemi yoxdur, amma tənəffüs edəcəkdir. Tənəffüs orqanı yoxdur, amma tənəffüs edəcəkdir. Və çox hüceyrəli canlılarda tənəffüs sistemi olanları var ki, hansı ki onlar tənəffüs orqanlarını tənəffüs edəcəkdir. Bəzi çox hüceyrəli canlılar var ki, onların tənəffüs sistemi, tənəffüs orqanları yoxdur. Çox hüceyrəli olsalar da, hüceyrələr hələ birləşib ixtisaslaşmayıbdır, orqan əmələ gətirməyibdir. Amma yenə də canlıdırsa təbii ki, tənəffüs edəcəkdir. Bugün biz bu bölmədə öyrənəcəyik onurğasız heyvanlarda, onurğalı heyvanlar tənəffüs necə gedir, tənəffüs orqanları hansılardır, tənəffüs prosesinin mexanizmini öyrənəcəyik və s. Heyvanlarda tənəffüs, baxaq. Heyvanlarda tənəffüs müxtəlif formalarda həyata keçirilir. Ümumiyyətcə ilk başlarda onu deyək ki, canlılar tənəffüs etmək qabiliyyətinə görə ikiyə ayrılırlar. Bir aerob canlılar, aerob canlılar. Bir də anaerob canlılar, anaerob canlılar. Aerob canlılar oksigenlə tənəffüs edən canlılardır. Anaerob canlılar isə oksigensiz tənəffüs edən canlılardır. Yəni bütün hallarda canlı tənəffüs edir. Əgər o sərbəst yaşayan canlıdırsa, oksigenlə tənəffüs edəcəkdir və buna deyirik aerob canlı. Əgər yox o parazit canlıdırsa, yəni xəstəlik törədən və yaxud da parazitlik edən canlıdırsa, bu isə oksigensiz mühitdə tənəffüs edəcəkdir. Yəni oksigenə ehtiyac yoxdur onu tənəffüs etməsi üçün və bu da adlanır anaerob tənəffüs. Görürsünüz ki, an şəkilçisi inkarlıq bildirir burada. Yəni anaerob oksigenin əksinə olan tənəffüs deməkdir. Və anaerob, aerob canlı olmasından asılı olmayaraq canlıların deməli tənəffüs etmə qabiliyyəti vardır və bir də onu deyim ki, tənəffüs sözü ayrılır. Daxili və xarici olmaqla iki yerə. Xarici tənəffüs odur ki, tənəffüs orqanları vasitəsilə atmosfer havasının birgə bilavasitə arasında gedən, belə deyək də, atmosfer havası ilə tənəffüs orqanları arasında bilavasitə gedən qaz mübadiləsinə deyirik xarici tənəffüs. Hüceyrələrin içərisində gedən, toxumaların içərisində gedən qaz mübadiləsinə isə deyirik daxili tənəffüs. İndi gələk, tənəffüsün bir neçə forması vardır. Bədən səthində tənəffüs vardır, primitiv canlılarda. Sonra qəlsəmə tənəffüsü vardır, traxeya tənəffüsü vardır, daha sonra ağciyər tənəffüsü vardır. Gördüyü kimi də açar sözdə də hər birisi qeyd olunubdur. Yəni bu tənəffüsün müxtəlif formalarıdır. Birinci baxaq, bədən səthi ilə tənəffüs və yaxud da dəri tənəffüsü nə deməkdir? Baxın, bədən səthi ilə tənəffüs o deməkdir ki, bu bütün bir hüceyrəli canlılarda biz bunu müşahidə edirik. Çünki onların tənəffüs orqanları yoxdur, bədən səthindən tənəffüs edir. Və bir də çox hüceyrəli canlılardan tənəffüs orqanı olmayan canlılarda biz deyəcəyik bədən səthi ilə tənəffüs. Bu hansı canlılardır? Baxın, nümunə olaraq verib bizdə. Amiob, evglena bunlar bir hüceyrəli, infuzor tərləyik. Bunlar bir hüceyrəli heyvanlardılar. Bunların tənəffüsü bədən səthi ilə gedəcəkdir. Bir hüceyrəsi var, cəmi cümlətanı bir hüceyrəsi var. Və bir hüceyrənin içərisində demişdim ki, bir hüceyrəli canlılar bir hüceyrəli olmaqlarına baxmayaraq, onlar çox hüceyrəli canlıların yerinə yetirdikləri bütün funksiyaları həmin o bir hüceyrənin içərisində yerinə yetirirlər. Yəni qidalanmadırsa qidalanırlar, tənəffüs isə tənəffüs edir, çoxalmadırsa çoxalır, hərəkət isə hərəkətdir, müdafiədir isə müdafiədir və s. ifrazat isə ifrazatdır və s. Yəni canlıya xas olan xüsusiyyətlər var deyil. Onların hamısını həyata keçirdir. Nə olsun ki, bir hüceyrəlidir. Çox hüceyrəli canlılar da o demək deyil ki, bütün çox hüceyrəli canlılardırsa, bunların hamısının orqanı var. Yox. Məsələn, baxın, Hidra ağ planari burada nümunə olaraq yazıbdır. Hidra ağ planarinin çox hüceyrəli olmasına baxmayaraq, onların xüsusi tənəffüs orqanları yoxdur. Ona görə də onların tənəffüsü bədən səthi ilə gedəcək. Yəni diffuziya yoluna gedəcək. Baxın burada. Məsələn, bu hidradır. Bu heyvan adı hidradır. Çox hüceyrəli primitiv canlıdır. Niyə çox hüceyrəli ancaq primitiv canlıdır? Çünki onun heç bir orqanı yoxdur. Hüceyrələr yığılmışdır.
Amma hüceyrələr birləşib hələ orqan əmələ gətirməyib. Hələ inkişaf getməyib, ixtisaslaşmayıb. Və bunların görürsünüzmü? Oksigen daxil olur içəri, karbon qazı isə xaric olur çölə. Yəni difuziya yolu ilə bədən səthi ilə tənəffüs gedir. Baxın, bu isə soxulcandır. Soxulcanda dəri tənəffüsü qeyd olunur və burada görürsünüzmü? Epidermis. Epidermis soxulcanın bədən səthinin üst təbəqəsi. Bax, burada bir qatlı epiteli hüceyrələrini görürsünüz. Bax, yumru görürsünüz bunlar hamısı. Bunlar bir qatlı epiteli hüceyrələridir. Həmin epiteli hüceyrələrin içərisində görürsünüz, burada əzələ qatı yerləşir. İçərisində isə toxuma yerləşir və burada qan kapillərləri var. Biz demişdik ki, qan damar sisteminin qapalı açıq olmasına görə canlılar demişdik ki, yerə ayrılmışdı və soxulcanı biz qapalı qan damar sistemi olan canlıların içərisində demişdik keçən dərslərimizdə. Və görürsünüzmü, doğrudan da burada damarların içərisində hərəkət edir qan. Mavi tərəfdə, deməli, kapillərin mavi hissəsində venoz qan olan hissədir, qırmızı hissəsində isə arterial qandır, düzdürmü? Və deməli, buradan mavi tərəfdən nə çıxacaq deməli? Karbon qazı epitel hüceyrələrinə, yəni epidermis qatından xaric olacaq atmosferə, oksigen qazı isə atmosferdən epidermis qatına içəri daxil olacaq yenidən kapillərlərə və burada qaz maddəsi getdiyinə görə venoz qan, yəni bu tərəfdəki olan venoz qan görürsünüz çevrilir qırmızı, yəni arterial qana, yəni təmiz qana. Bu da oldu, deməli, dəri tənəffüsü, bədən səthi tənəffüs. Deməli, bədən səthi tənəffüsü biz kimdə dedik? Həm bir hüceyrəli heyvanlarda dedik, həm də çox hüceyrəli primitiv heyvanlarda. Keçirik qəlsimə tənəffüsünə. Qəlsimə tənəffüsü o da yenə həm deməli, onurğasız heyvanlarda var, həm onurğalı heyvanlarda var. Onurğalı heyvanlardan balıqları söyləyəcək. Balıqlarda görürsünüzmü? Başın hər iki tərəfində, sağ və sol tərəfində, hər tərəfdə bir ədəd qəlsimə qapağı var. Balığın başının hər tərəfində, sağ və sol tərəfində. Bir tərəfdə, sağ tərəfdə də bir ədəd qəlsimə qapağı var, sol tərəfdə də bir ədəd qəlsimə qapağı var. Deməli, bir balıqda 2 ədəd qəlsimə qapağı var. Qəlsimə qapaqlarını qaldırırıq. Qəlsimə qapaqlarının altında 4 ədəd, bir tərəfdə də 4 ədəd, digər tərəfdə də 4 ədəd qəlsimə qövsü var. Yəni qövs şəklində bu gördüyünüz qəlsimə qövs şəklində. Görürsünüz, qövs də yəni aypara şəklindədir. Həmin o qəlsimə qövslərinin üzərində isə çoxlu sayda dişciklər var. Buna isə deyirik qəlsimə yarıqları. Görürsünüz, qəlsimə yarıqları qırmızı rəngdədir. Çünki orada çoxlu sayda, çox sıx şəkildə kapillər qan damarları keçir. Yəni ora qan gətirilir. Biz də demişdik, balığın qan damar sistemində ürəyindən venoz qan gəlir qəlsəmələrə. Orada oksigenlə zənginləşib oradan arterial qandan çıxırdı. Düzdürmü? İndi həmin o ürəkdən gələn venoz qan bax bunu belə qıpqırmızı rəngə boyuyur. Yəni rəngə boyamır. Yəni qan özü qırmızı rəngdə olduğuna görə kapillərlərin də epitelisi bir qat epitel olduğuna görə və bu qəlsimə yarpaqları da bir qatda olduğuna görə açıq-aşkar, yəni rəng olaraq görsənir. Şəffaf olduğuna görə kapillərlər deməli epiteli qatda. Burada ona görə də içərisindəki qanın qırmızı rəngi açıq-aşkar görsənir. Onun qırmızı göstərən həmin onun içərisindən keçən qandır. Və burada niyə bir qatdan ibarətdir? Bu da özünün funksiyasına görə bir qatlıdır. Çünki difuziya getsin deyə. Difuziya nə idi? Yadımıza salırıq. Difuziya enerji, yəni ATF enerjisi sərf etmədən membranın bir tərəfindən digər tərəfinə maddələrin keçməsi idi, qazın keçməsidir. Burada da görürsünüz ki, qaz keçir. Qaz ola bilər, qidalı maddə də ola bilər keçsin. Söhbət burada qazdan gedir ki, qaz keçir. Necə baş verir? Karbon qazı keçəcəkdir həmin bu qəlsəmələrdən keçəcək suyun içərisinə. Yəni balıq suyu udanda, qəlsəmələr yarıqların arasından su çıxanda, deməli qəlsəmə yarıqlarında olan deməli kapillərlərdəki karbon qazı keçəcəkdir suya. Suda olan oksigen qazı isə difuziya yolu ilə keçəcəkdir. Deməli həmin o kapillər damarların içərisinə, deməli qəlsimə yarıqlarının kapillər damarlarının içərisinə və qan arterial qana keçəcəkdir. Sonra isə arteriyalara toplanıb balığın hüceyrələrinə veriləcəkdir. Bu oldu onurğalılardan balıqda olan qəlsimə tənəffüsü. Onurğalılardan bir də deməli suda quruda yaşayanların sürfəsi çömçə quyruqda, bu çömçə quyruqda da, yəni balıq qurbağanın sürfəsi, yəni balası, kürüdən çıxan, yumurtadan çıxan sürfəsi. Ona deməli tənəffüs sistemi də qəlsəmələrdən ibarətdir. Sonra həmin o qurbağanın çömçə quyruğu yetkin qurbağa çevrilənə qədər metamorfoza uğrayır. Yəni formasını dəyişir. Quruluşca formasını dəyişir, quruluşunu dəyişir. Və bu zaman nəinki tək quruluşunu dəyişir, həm də morfoloji baxımdan, funksionallıq baxımdan, fizioloji baxımdan da dəyişikliklər orada baş verir. Yəni necə baş verir? Təbii ki, bu qəlsimə ilə tənəffüs edir, amma qurbağa, yetkin qurbağa isə qəlsimə ilə tənəffüs etmir, ağciyərlə dəri ilə tənəffüs edir. Və deməli bunun qəlsimə ilə tənəffüsü artıq dayandı. Deməli funksiyalarda da dəyişiklik olacaqdır. Onurğalı heyvanlardan dedik ki, bir qurbağada sürfəsində var, çömçə quyruğunda var qəlsimə. Bir də balıqlarda var dedik qəlsimə. Balıqların da hamısında qəlsimə tənəffüsü deyirik bu arada. Qəlsimə tənəffüsü yalnız onurğalılarda yox, bir də onurğasızlarda olur. Onurğasızlardansa
Deməli, 2 taylı mollyuskalarda, xərçəng kimilərdə, deməli, biz qəsimi tənəffüsünə rast gələcəyik. Onların qəsimələri təbii ki, balıqlardan fərqlidir. Onu o qədər də yəni dərinliyinə getmək istəsək önəmli deyil. Sonra gəlir traxeya tənəffüsü. Traxeya tənəffüsü adından görürsən ki, bu artıq bu canlı sudan çıxmalıdır. Suda traxeya tənəffüsü etməyəcək bu canlı. Quru tənəffüsü, yəni atmosfer havası ilə tənəffüs edəcək. Suda olan oksigenlə yox, atmosferdə olan oksigenlə tənəffüs edəcək. Traxeya tənəffüsü deməli, onurğasız heyvanlardan həşəratlar üçün xarakterlikdir. Bundan başqa hörümçəklər üçün xarakterlikdir. Və necə olacaqdır? Həşəratlar üçün, deməli, həşəratın görürsünüz, baxın bu həşəratı məsələn üçün çərkə misalında göstərirdi. Bu yaşıl rəngdə olan sizə deyirəm. Çərkə misalında onun deməli bədəninin müxtəlif hissələrinə, bütün hissələrinə traxeyalar boru şəklində yayılır. Bax görürsüz, bu traxeya boru deməkdir. Boru şəklində yayılır və onun uc hissələrində qovuqçuqlar var. Həmin qovuqçuqlarda hava toplanır, hava gedir. Yəni həşəratın bədəninin, deməli bu boğumlarının, həşəratların bədəni boğumlara bölünüb bu arada. Boğumlarından xaricə bir dəliklərlə traxeyalar açılır. Yəni belə analogiya gətirək də bizim burnumuz var, burnumuzun dəlikləri var, biz tənəffüs edirik də, düzdür, tənəffüs elə çəkirik. Həşəratların da bədənin yan tərəflərində, sağ və sol tərəflərində, təsəvvür edin ki, qarıncıq hissələrində, sağ və sol tərəflərində stigmalar var. Həmin stigma adlanır, yəni dəliklər var. Həmin o dəliklər stigma adlanır. Görürsünüz, yazılır bura stigma. Həmin o stigmalardan içəriyə oksigen daxil olur və görürsünüz oksigen yəni hava. Buradan daxil olur və keçir boru sisteminə. Traxeya boru sistemidir. Bu boru sistemi bayaq dedim ki, bütün bədənini, həşəratın bütün bədənini tutubdur. Hər bir tərəfinə gedir. Və bu boru ilə hava dövran eləyir. Bütün hüceyrələrinə həmin havanı aparır və həşərat beləcə tənəffüs edir. Bu arada həmin o traxeyanın içərisində də maye vardır. Yəni oksigen, havadakı oksigen o traxeyaların içərisində boşluğa düşmür. Mayenin içərisinə keçir, maye ilə yayılır. Sonra gəlir deməli ağciyər tənəffüsü. Ağciyər tənəffüsü həm deməli onurğalı heyvanlarda rast gəlinəcəkdir, həm onurğasız heyvanlarda rast gəlinəcəkdir. Ağciyər tənəffüsü biz onurğasız heyvanlarda məsələn hörümçək kimlərdə rast gələcəyik. Hörümçək kimlərdə bura hörümçəklər aiddir, əqrəblər aiddir, bövlər aiddir. Bax bunlarda ağciyərləri kitab şəklindədir. Görürsüz, kitaba oxşayan bir forması var. Ona görə kitab şəklində deyirik. Və onurğalı heyvanlar, bu onurğasız heyvanlardır. Onurğalı heyvan və bunu da qeyd edim ki, hörümçəkdə təkcə deməli ağciyər yoxdur. Ağciyərlə bərabər həm də traxeya sistemi var. Traxeya tənəffüsü və ağciyər tənəffüsü var hörümçəklərdə. Bir də bu onurğasız heyvan oldu da hörümçəklər. Onurğalı heyvanlardan isə ağciyər tənəffüsü suda quruda yaşayanlardan tutmuş ta ki məməlilərə qədər bütün canlılarda, bütün deməli siniflərdə var. Bu qurbağa ciyəri, yəni suda quruda yaşayanların ağciyəridir. Sonra gəlir kərtənkələ, yəni sürünənlərin ağciyəri, sonra gəlir quşların ağciyəri, sonra gəlir məməlilərin ağciyəri. Görürsünüzmü? Oxun istiqamətində deməli mürəkkəbləşir ağciyərin quruluşu. Qurbağalarda daha primitivdir. Çünki o qədər də qurbağanın ağciyər tənəffüsünə o qədər də ehtiyacı duymur. Çünki onun dəri tənəffüsü də var. Sonra gəlir və bu arada onun döş qəfəsi olmadığına görə ağciyərləri deməli o qədər də çox inkişaf etməmişdir. Sonra gəlir kərtənkələlərdə, yəni sürünənlərdə olan ağciyərlər. Kərtənkələrin ağciyəri qurbağanın ağciyərinin nisbətən daha çox inkişaf etmişdir və büküşlər ilk dəfə onlarda yaranmışdır. Sonra gəlir quşların ağciyəri. Quşların ağciyəri də kərtənkələlər, yəni sürünənlərə nisbətən bir tık inkişaf etmişdir və bir də quşların ağciyərlərindən əlavə quşların bədənin müxtəlif hissələrində, dəri altında, boru sümüklərinin içərisində çoxlu sayda hava kisələrinə rast gəlirik. Biz həmin hava kisələri də quşların uçmağa uyğunlaşması ilə əlaqədar yaranmışdır. Yəni onlar daha çox uçduqlarına görə daha çox enerji sərf edirlər və daha çox oksigenə ehtiyac duyurlar və daha çox tənəffüs edirlər. Ona görə onların ağciyərlərindən əlavə həm də hava kisələri vardır, amma hava kisələri tənəffüs sistemi orqanıdırmı? Xeyr. Tənəffüs orqanı ağciyərlərdir. Tənəffüs sistemi orqanı deyil hava kisələri. Onlar yalnız tənəffüsə köməkçi sistemlərdir, tənəffüsə köməkçi orqanlardır. Sonra gəlir məməlilər, ən ali canlılardır dünyada, yer kürəsində və ilk dəfə məməlilərin ağciyərində biz alveol hüceyrəsi deyəcəyik. Alveol sözü işlədəcəyik. Alveol deməli məməlilərə xas olan yalnız xüsusiyyət uc hissəsi qovuqçuqlarla bitən deməli
Deməli, bronxların uç hissəsi qovuçuqlarla bitir. Həmin o qovuçuqlar alveollar adlanır. Alveollar sanki baxın bu quruluşda mən bura çəkim. Bax bu quruluşda bir şeydir, sanki belə-belə. Və üzəri çoxlu sayda qan damarlarının, belə bir qan damarlarının örtülüdür. Həmin qan damarları ilə biz demişdik ki, oksigen gəlir, daha doğrusu deməli venoz qan ürəkdən gəlir ağciyərə. Bax gəlir ağciyərə. Bu alveolların və kənarın belə bütün kaplayıbdır da, tutub belə deyək. Bu damarlar, bu dalğa çəkdim, sanki təsəvvür edin ki, demək vena kapilyalarıdır. Vena yox, daha doğrusu arteriya kapilyaları, hansı ki ürəkdən çıxırdı, gəlirdi ağciyərə. İçərisində venoz qanı daşıyan arteriyalar. Bax gəlir orada kapilyar şəbəkəni nə gətirir ağciyərin içərisində. Və burada qaz mübadiləsi gedir. Yəni ki, karbon qazı CO2 keçir bu damarlardan keçir alveolun içərisinə. Alveolların içərisindən hansı ki çöldən qəbul etmişdik nəfəs alma ilə. Alveolun içərisində olan oksigen qazı keçir buradan, deməli qan damarlarının, kapilyarların içərisindən və burada oksigenlə zənginləşir. Bu da belə. Sonra burada itin ağciyərini göstərdi. İtin ağciyəri olsun, digər bütün məməllərin ağciyəri olsun, yəni tənəffüs orqanları olsun. Quruluş eynidir. Yəni nədən ibarətdir? Burun dəliklərindən ibarətdir. Sonra gəlir qırtlağa keçəcəkdir hava. Oradan keçəcəkdir deməli nəfəs borusuna keçəcəkdir. Məsələn, itdə bunu traxeya yazılır. Nəfəs borusu olur, adlanır. Nəfəs borusu sonra 2 ədəd. Baxın, mən burada çəkim də belə. Baxın. Tutam ki, bu burun dəlikləridir. Dəqiqə. Bu burundur. Bax, burun yazıram bura. Burun. Burundan keçir qırtlağa. Burun dulağa belə yazaq. Burun, ud, laq. Burun dulaqdan keçir qırtlağa. Qırtlaq. Qırtlaqdan keçir nəfəs borusuna. Nəfəs borusu. Nəfəs borusundan keçir 2 ədəd deməli bronxlara ayrılır. Bronxlara ayrılır. Həmin bronxlar isə çoxlu sayda bronxiyallara ayrılır. Bronxiyollara ayrılır. Həmin bronxiyollar isə uç hissəsi qutarır alveollarla. Alveolların da kənarı tamamilə deməli örtülmüşdür. Nə ilə? Qan kapilyaları ilə. Bax dediyim bu arıcılığı hər birinizdən soruşacağam. Deməli, sonra deməli bizim dərsimiz bundan ibarətdir. Yəni canlılarda olan bütün tənəffüs formalarını söylədik. Bir də burada öyrəndiklərinizi tətbiq edin hissəsində bunu dərsdə daha yaxşı deməli müzakirə edərik. Amma ya da mən bunu sildim, qoy elə özüm izah edeyim. Deməli quşda 2 qat tənəffüs var. Yəni quş dediyim ki uçur. Uçursa onun daha çox oksigenə ehtiyacı var. Və ona görə də onda tənəffüs məsələn biz 1 qat tənəffüs edirik. Yəni nə deməkdir? Bir dəfə ağciyərlərimizə hava daxil olur, sonradan hava xaric olur. Amma quşda belə deyil. Quşda 2 qat tənəffüsdür. Yəni onun ağciyərlərinə hava daxil olanda da, ağciyərdən hava xaric olanda da orada qazlar mübadiləsisi gedir. Amma biz nə vaxt qazlar mübadiləsisi edirik? Bir tək tənəffüs edəndə, yəni daha doğrusu nəfəs alanda. Biz nəfəs alanda udduğumuz oksigen keçir qanımıza, qanımızdakı karbon qazı keçir alveollarımıza, tənəffüs etdik, bitdik. Amma quşlar tənəffüs edən, yəni daha doğrusu nəfəs alanda da oralarda qazlar mübadiləsisi gedir. Bir də nəfəs verəndə qazlar mübadiləsisi gedir. Yəni bu necə baş verir? Bu 2 qat tənəffüs adlanır və bu necə baş verir mexanizmasını sizə izah edeyim. Deməli quşların görürsüz mən burada yazıb ki, deməli bu sxemə heç baxmadan mən sizə özüm bir dənə sxem çəkeyim və izah edeyim sizə. Deməli quşların ya da burada bunu böyüdüm belə. Baxın. Bu quş dəqiqə. Baxaq, deməli, quşlar buradan yazıb 1. Elə mən bu yolla da bu arıcılıqla gedəcəm. Deməli, bu tutam ki, quşun burun dəlikləri, buradan quş tənəffüs edir. Havanı uddu, yəni nəfəs aldı. Havanı udanda quşun bayaq nə demişdim? Demişdim ki, orqanizmində ağciyərlərlə bərabər hava kisələri var. Və bu hava kisələri quşun bütün bədənində, deməli, dəri altında, sonra boru sümüklərinin içərisində vardır. Və ağciyərlərin ön tərəfdə yerləşənlər ön hava kisələri adlanır. Ağciyərlərin arxa tərəfdə yerləşənlər arxa hava kisələri adlanır. Yəni bu quş tənəffüs edir. Tənəffüs edəndə havanı udanda birinci ağciyərinə getmir hava. Gedəcək birincisi arxa hava kisələrinə. Görürsüz bu hissəyə gəlir. Quş buradan havanı uddu, gəlir hava arxa hava kisələrinə. Arxa hava kisələrinə gələcək. Arxa hava kisələrində əvvəlcədən oksigenli hava var idi. Həmin arxa hava kisələrindəki hava keçəcəkdir, deməli, ağciyərə. Ortada da ağciyər yerləşir. Bu tərəfdə də yəni ön hava kisələri var. Arxa hava kisələrindəki hava keçəcəkdir ağciyərə. Görürsüz, buradan keçəcəkdir bura. Ağciyərdə isə bu
Bundan qabaq oksigenli hava var idi. Həmin oksigenli hava ilə qazdan mübadiləsi getmişdi. Həmin işlənmiş, yəni qazdan mübadiləsi getmiş hava, yəni oksigeni artıq verib karbon qazı ilə zəngin olan hava qırmızı rəngdə keçəcəkdi ön hava kisələrinə. Yəni bu hissəyə. Yəni buradakı hava isə keçəcəkdi bu ön hava kisələrinə. Bu oldu quş nəfəs alanda. Görürsüz, qazdan mübadiləsi getdi quş nəfəs alanda. İndi quş nəfəs verməlidir. Quş nəfəs verəndə isə bu ön hava kisələrinə keçmiş hava var idi, hansı ki ağciyərdən keçmişdi bura. Bu ön hava kisələrindəki hava